Öz bacarıqlarınızı, nəyə qadir olduğunuzu görmək üçün mümkünsüzlüyü, mümkünsüzdür deyilən şeyləri bir fürsət bilin. Bizim çətin zənn etdiyimiz şey əslində bir fürsətdir. Bizim asan zənn etdiyimiz şeylər isə bizi yavaşıdır, tənbəlləşdirir. Salam, yeni başlanğıc podkastına xoş gəlmisiniz. Bir şeyi çətin vaxtda edə bilməyən, asan vaxtda heç edə bilməz. Bu nə deməkdir və bizə nə deməyə çalışır? Bu fikir hər kəs üçün keçərlidirmi? Ümumiyyətlə, hər mövzuda keçərlidirmi? Biraz da bu haqda danışaq sizinlə. Əvvəlcə çətin vaxt və asan vaxt nə deməkdir burada? Hansı mənadadır? Gəlin bir buna baxaq. Bir şeyi tətbiq edərkən, sınayarkən, burada asan və çətin anlayışı belədir. Bir məqsədə çatmaq üçün imkanlarımızın az və imkanlarımızın çox olduğu zamanlar. Yəni, bir şeyi çətin vaxtda etmək, bunu imkanımızın az olduğu vaxtda belə etmək deməkdir. İmkanlar az olduqda biz çox şeyi edə bilməyəcəyimizə inanırıq. Xüsusilə mükəmməllik sevən insanlarda görülən bir vəziyyətdir bu. Məsələn, bir işi görməyə maddi imkan yoxdur, vaxt çatışmazlığı var, mühit uyğun deyil, ya da o gün hava soyuqdur, yağışlıdır və s. Bilirsiniz də, bəhanələr çoxdur. Onda insanlar həmin şeyi etməyi təxirə salırlar və ya həmin işi özlərinə bir növ stres eləyirlər. Yəni, bir şeyi imkanların az olduğu vaxtda edən insanlar bu mövzuda bir növ şagird olmağı qəbul etmiş insanlardır və artıq ustalığa doğru yolçuluğu qəbul etmiş insanlardır eyni zamanda. Çünki bir şeyin öyrənəni, şagirdi olmadan ustası olmaq mümkün deyil. Bəs imkanların varlığı və imkanın azlığı insana nə qatır, insanda nə formalaşdırır? Biraz bunu araşdıraq. Bizi hər zaman digər insanlardan fərqləndirən bəzi vəziyyətlər var da həyatımızda. Yəni, həyat standartları var, insan standartları var. Məsələn, maşın sürmək bir bacarıq deyil əslində. Yaxşı maşın sürmək də qeyri-adi bir bacarıq deyil. Amma avtomobil sürməyi sıfırdan öyrənmək və bu zaman həyəcanına qalib gələ bilmək bir bacarıqdır. Və bu öyrənmə prosesini qəzasız başa çatdırmaq da bir bacarıqdır. Və ya belə deyək, telefonla danışmaq bir bacarıq deyil əslində. Və ya telefondan bir tətbiq açıb, o tətbiqi istifadə etmək bir bacarıq deyil. Amma telefondakı sadəcə bir tətbiq ilə bir çox işləri görmək, videolar hazırlamaq, proqramlar hazırlamaq, şəkillər çəkmək, bəlkə telefonla qısa bir film çəkmək, onu montaj etmək, musiqi yerləşdirmək və ya bəzi səhnələri fərqli göstərmək bir bacarıqdır. Biz bir şeyi dərk etməliyik. Mən inkişaf etmək üçün cilalanmalıyam. Yəni, indi olduğumdan daha yaxşı olmağım üçün əlavə səy göstərməliyəm. Öz-özümə dəyişmirəm axı. Amma çoxumuz belə düşünürük də, onsuz da normal bir həyatım var. Nəyim çatmır axı? Düşünürük ki, bir evdə yaşayıram, işə avtobusla gedib gəlirəm, vaxtaşırı piknikə yollanıram, dəniz kənarında gəzə bilirəm, ildə bir dəfə tətil edirəm, bayramda özümə nəsə alıram, stres olanda alış-veriş edirəm, həftədə bir-iki dəfə çöldə yemək yeyirəm. Hər şey normaldır. Deməli, həyatım da yolundadır. Amma məsələ bax elə bundadır. Bu standartlarda yaşayanda, həmin standartlarda yaşadığımız müddətdə inkişaf etmirik. Sadəcə mövcud vəziyyətimizi qoruyuruq. Bu həyat bizim üçün rahatdır. Rahatlıq isə bizə irəli getmək üçün güc vermir. Əgər heç nə dəyişmirsə, mən də dəyişmirəm deməkdir əslində. Əgər özümü çətinə salmıramsa, məqsədlərim uğrunda, deməli böyümürəm. İnsan ancaq yeni vəziyyətə uyğunlaşmalı olduğu zaman inkişaf edir. Yəni, biraz narahatlıq, biraz çətinlik, biraz risk lazımdır ki, biz içimizdəki potensialı görə bilək. Ona görə də sual budur. Rahat yaşamaq istəyirik, yoxsa daha yaxşı biri olmaq? Niyə inkişaf etmirik? Çünki eynilik bizi bir növ yuxuya verir. Hər gün eyni rutin, eyni nəticə deməkdir. Bəs biz nə etməliyik? Necə daha yaxşı imkanlara, daha yüksək səviyyəyə keçə bilərik? Burada cilalanma deyilən bir anlayış var. Yəni, fərq yaratmaq, qabiliyyət qazanmaq, bacarıqlı olmaq, insanı önə çıxaran da məhz bunlardır. Amma mənim imkanlarım çox deyil deyirik.
İmkanın az olması, çətinlik, düşündüyümüzün əksinə ən böyük imkandır. Çünki bir şeyi çətinlik içində etdiyin zaman, o artıq bir bacarığa çevrilir. Rahatlıqda yox, asanlıqda yox, narahatlıqda, əziyyətdə, mübarizədə, orada sən yeni bir sən yaradırsan özündən. Gəlin yenidən film mövzusuna qayıdaq. 100 kameranın olduğu, ən yaxşı işıqlarda və ən yaxşı səhnələrdə film çəkmək qeyri-adi bir bacarıq deyil. Amma bir telefonla çəkdiyiniz qısa film sizi çox məşhur edə bilər, sizi çox inkişaf etdirə bilər. Yenidən deyirəm, ən yaxşı liseylərdə, ən yaxşı məktəblərdə oxumuş birinin müvəffəqiyyəti bizi təəccübləndirmir. Amma ucqar bir kənddə yaşayan bir uşağın uğuru hamımızı təəccübləndirir. Və bütün universitetlər, bütün professorlar, dahilərin axtarışında olan insanlar ona diqqət etməyə başlayır da, düzdürmü? Əgər həmin uşaq çətin bir şəraitdə bunu bacarırsa, demək ki, ona biraz imkan versək, nələr bacara bilər deyə düşünürük, deyilmi? İnsanda bacarıq yaradan, bacarıqlı edən şey çətinlik içində bunu bacara bilməsidir. Bəs bunun üçün bizə nə lazımdır? Bunun üçün bizə bir şey lazımdır. Əzmkarlıq. Əzmkarlıq nədir? Bu, prosesə bağlı qalmaq və davamlı olmaqdır. İnamlı olmaq və etdiyin işlə fəxr etmək, davam etmək deməkdir. İndi hamımıza uyğun gələn bir nümunə verəcəm. İdman etmək. İdmanda nə edirik? Mütləq, ya mən idman etməyə qərar verdim deyən birisi nə edir? Gedib idman zalına yazılır da, düzdür? Bundan sonra idman edəcəm. Ya çəki atacam, ya əzələ işlədəcəm, sümüklərimi, əzəllərimi gücləndirəcəm və fiziki formamı qoruyacam deyir. Buna görə də dərhal idman etməyə qərar verən birisi, əgər idman zalına yazılıbsa, təəssüf ki, o idmanı etməyəcək, edə bilməyəcək və yaxın zamanda buraxacaq, ya da bir anda sürətlə edib birdən dayandıracaq. Bir şeyə qərar verdiyinizdə bunu ən yaxşı imkanlar daxilində etməyə başlasaz, mütləq onu yarı yolda buraxacaqsınız. Əgər bir insan həqiqətən idman etməyə qərar verirsə və mən burada qərarlıyam deyirsə, bunu evdə tək etməyə başlayır. Yəni, yerə bir xalça sərir, yerə uzanır, bəzi hərəkətlər edir. İnternetdə bəzi videoları açır və eyni hərəkətləri həmin videoya baxaraq təkrar etməyə başlayır. Gəzintiyə başlayır, ip atlayır, divar məşqləri edir. Yəni, idmana hər hansı bir şəkildə evdə başlayır. Bütün idmançıları, yaxşı yerə gəlmiş idmançıları yadınıza salın, məşhur futbolçuları. Məsələn, ən yaxşı futbolçular məhəllədə futbol oynayaraq kəşf olunublar. Çünki çətinlik içində bacarıq daha aydın görünür. Bu mənada, məsələn, əgər uşağınızda bir bacarıq ortaya çıxmasını istəyirsinizsə, ona bütün imkanları təmin etsəz, bu bacarığı korşaldacaqsınız. Əvvəlcə onun çətinlik içində hansı sahələrdə bacarıqlı olduğunu yoxlayın. Məsələn, yaxşı rəsm çəkirsə, amma riyaziyyat dərsi yaxşı deyilsə, riyaziyyata fokuslanmağa ehtiyac yoxdur. Uşağınız yaxşı rəsm çəkirsə, biraz rəsmə fokuslanmaq lazımdır. Məsələn, evin müxtəlif yerlərində kiçik kağızlar və bir qələm, tək rəng bir qələm qoymaq olar. Baxaq, həmin uşaq bu kağızı və qələmi görə biləcəkmi? Əvvəlcədən növbə-növ, daha geniş boya dəstləri almağa ehtiyac yoxdur. Bu, onu bir növ tənbəlləşdirəcək. Ona öncə dar imkanlar daxilində təkan verməlisiniz. Ən yaxşı bacarıq, yenidən deyirəm, çətinlik içində ortaya çıxandır. Yəni, mövzu budur. Bir şeyi çətin vaxtda edə bilməyən, asan vaxtda heç edə bilməz. Evdə idman etməyə başlamayan, idman zalına gedə bilməz. Evdə yaxşı yemək bişirə bilməyən, bir aşpazlıq kursunda yaxşı yemək bişirə və ya bir restoranda yaxşı bir aşpaz ola bilməz. Evdə və ya çətinliklər içərisində dərs oxuyub uğur qazanmayan, ən yaxşı məktəblərdə və ən yaxşı müəllimlərlə bunu edə bilməz. İnsan üçün daha rahat şərait yaradaraq, onu əslində çətinlik içində qoymayın. Bunu özünüzə də əsla etməyin. Öz bacarıqlarınızı görmək üçün çətinliyi bir fürsət bilin həmişə. Dediyim kimi, bizim çətin zənn etdiyimiz şeylər əslində bir fürsətdir. Bizim asan zənn etdiyimiz şeylər isə geriləməkdir. Ümid edirəm ki, yaşadığımız hər şey, aldığımız hər qərar bizim xeyrimizə xidmət etsin və ən əsası həqiqətləri görməyi nəsib etsin. Əgər hazırladığım bölümləri bəyənirsinizsə, kanalıma abunə olun və xəbərdarlıq butonunu aktivləşdirin ki,
Podkastın yeni bölümləri YouTube kanalıma yüklendikcə onlardan xəbər tuta biləsiniz. Və mövzu sizə maraqlı gəldisə, şərhdə yaza bilərsiniz. Əlimdən gəldikcə, vaxt tapdıqca bütün şərhlərinizə cavab yazmağa çalışıram. Sağ olun, sağlıqla qalın.